İnsanların əksəriyyəti elə düşünür ki, insan orqanizmi ideal bir sistemdir. Bəlkə də sizlərdən də soruşsam, siz də bu qənaətə gəlmiş olacaqsınız. Lakin bu fikrin nə qədər həqiqət olduğu hər kəsin baxdığı bucaqdan asılı olaraq dəyişə bilər. Tibbi aspektdən yanaşdıqda isə insan orqanizmi ideal bir sistem deyil. Dostlar, hər birinizi salamlayıram. Güclü immunitetim var mövzusunun 3-cü hissəsi ilə sizlərin qarşınızdayım. Hər gün insan orqanizmində milyonlarla hüceyrə ölür və milyonlarla hüceyrələr yenidən yaranır. Lakin bu yenidən yaranma prosesi olduqca ideal deyil təbii ki. Və bu milyonların arasında hər biri normal şəkildə yaranmırlar və onların arasında mütləq anormal formalı hüceyrələr də yaranır. Bu anormal tipli hüceyrələrə atipik hüceyrələr deyirlər. Atipik hüceyrələrdə nə olduğunu bir başlanğıc fikir olaraq sizə deyim. Atipik hüceyrə onkoloji hüceyrələrin yaranması üçün olan ilkin bir materialdır. Yəni atipik hüceyrələr inkişaf etməyə davam edərsə, yerində onkoloji hüceyrələr yarana bilər. Yəni xərçəng baş verə bilər. Yaxşı, belə bir sual ortaya çıxa bilər ki, doğrudan da bu qədər atipik hüceyrə yaranırsa və ondan onkoloji hüceyrələr yaranırsa, necə olur ki, insanlar müəyyən müddət ömür yaşaya bilirlər və bir qism insanlarda, bir çox insanlarda onkoloji problemlər yaranmır. Müəyyən bir kəsimdə, müəyyən bir qism insanlarda onkoloji problem yaranır. Bu necə ola bilər? Bəli, bu fikrin yanına bu sualı vermək olduqca haqlı bir yanaşmadır. Lakin bu prosesin baş verməməsinə görə biz keçən videoda da izah etdiyimiz kimi insan orqanizmində olan polis sisteminə, ordu sisteminə borcluyuq. Bu da nə idi? Bizim immun sistemimiz. İmmun sistemimiz məhz daimi genetik yaddaşına görə atipik hüceyrələri vaxtında aşkar etməklə onlar bölünərkən, yaranarkən qarşısını alır və onları məhv edərək normal hüceyrələri isə saxlamaqla bir növ genetik fokuslanmışdır. Və nəticə etibarıyla hər yeni hüceyrə bölünməsi olduqda, hər yeni toxuma yarandıqda, yəni yenilənmə prosesi gedəndə atipik hüceyrələrin artımını müşahidə etmirik, məhz immun sistemin varlığına əsasən. Yəni bugün əksər insanların sağlam olması səbəblərindən biri məhz immunitetlə bağlıdır. Əlavə bir sual ortaya çıxa bilər ki, yaxşı, immuniteti zəif olan insanlarda elə onkoloji problem yaranır. Xeyr. Ümumiyyətlə, onkoloji problemlərin yaranması haqqında bir fikir ayrılıqları vardır. Dəqiq bir etiologiya məlum olmadığına görə bu onkoloji problemlərin yaranmasının səbəblərindən biri nəzəriyyə kimi immun nəzəriyyə ortaya atılır və immun nəzəriyyəyə görə məhz immun sistemimiz bu şəkildə onkoloji hüceyrələrin, yəni atipik hüceyrələrin yaranmasının qarşısını almaqla insan sağlamlığını bir növ təmin edir və onkoloji problemlər yaranmır. Belə dostlar, hər birinizə can sağlığı və normal immun statusda olmağı arzu edirəm.